Salam müəllimlər, hər vaxtınız xeyir. Bu gün mən sizə Uşaq Birliyi imtahanına, Uşaq Birliyi rəhbəri imtahanına hazırlaşan namizədlər üçün, müdavimlər üçün uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanunundan danışacağam. Deməli, bu qanun nədən bəhs edir? Bu qanunun təsir dairəsi, bu qanunun dövlət siyasəti haqqında danışacağam. Deməli belə, bu qanun maddə 1-i baxaq, təsir dairəsi hansıdır? Yəni bu qanun kimlərə şamil olunur? Uşaqların bu qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına, yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Deməli, bu o deməkdir ki, maddə 1-i izah edim. Bu qanun kimlərə aiddir? Bu qanun 18 yaşına çatmamış şəxslərə, yəni yetkinlik yaşına çatmamış şəxslərə aiddir və o cümlədən bu qanun həm də tam fəaliyyət qabiliyyəti əldə etməyə hər bir şəxsə aiddir. Tam fəaliyyət qabiliyyəti dedikdə, bu o demək deyil ki, elə hər gördüyümüz bu adamın, bu şəxsin fəaliyyət qabiliyyəti yoxdursa, bu qanun onu da şamil edir. Xeyr, məhkəmə tərəfindən əgər təsdiq olunubsa, tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs, deməli, uşaq hüquqları haqqında qanun, belə deyim, təsir dairəsinə aiddir. Maddə 2-ni izah edək. Uşaq hüquqları barəsində qanunvericilik. Uşaq hüquqları barəsində qanunvericilik, yəni bu qanunla Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Yəni digər hüquqi aktlar dedikdə elə hüquqi aktlardır ki, uşaqların mənafeyinə xələl yetirə bilməz. Uşaqların hüquqlarını məhdudlaşdıra bilməz. Maddə 3-ü izah edək. Uşaqlar barəsində dövlət siyasəti. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələbələr əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Yəni, uşaqlar barəsində dövlət siyasəti geniş spektirdədir. Geniş bir, belə deyim, məzmunda, geniş layihələrlə, proqramlarla dövlət bu siyasəti həyata keçirir uşaqlar barəsində. Belə deyim, necə ki, təhsil müəssisələridir, tədris prosesinin həyata keçirilməsidir, internat müəssisələridir, belə deyim, bağçalar, körpələr evi və s. və ilaxır. Çox danışmaq olar. Uşaq qaynar xətti, ailə və uşaq problemləri üzrə dövlət komitəsidir. Bir sıra müəssisələr vardır ki, dövlətin uşaqlar barəsində olan siyasətini həyata keçirir, uşaqların hüquq və mənafeylərini qoruyur, onları, belə deyim, hər hansı bir hüquqi problemlərdən qoruyur, onları mühafizə edir. Uşaqların hüquqlarını müdafiə edən orqanlar da vardır, onlardan da danışacağım sizə, müəllimlər. Deməli, maddə 4-ü izah edeyim. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə hüquq mühafizə orqanları, prokurorluq, müvafiq icra hakimiyyəti. Müvafiq icra hakimiyyəti orqanında misal olaraq onu deyə bilərəm ki, məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Bu komitənin bir sıra şöbələri vardır. 11 şöbə vardır nəzdində. Yəni bu ailə və uşaq problemlərini həll edir. Eləcə də bu zaman, belə deyim, bu komitədə məsələn, hər hansı bir uşaq problemləri, uşağın hüquqlarının pozulması baş vermişdirsə, bu sahədə geniş təbliğatlar aparır, geniş layihələr aparılır uşaqların hüquqlarının müdafiə olunması üçün. Bu da dövlətin həyata keçirdiyi siyasətlərdən biridir. Daha sonra uşaqların mənafelərinin üstünlüyü. Uşaqların mənafelərinin üstünlüyü burada qeyd olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelerini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafələrinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Burada müəllimlər, yəni bu o deməkdir ki, uşaqların hüquq və mənafelərinə zərər gətirən, xələl gətirən, məhdudlaşdıran hər hansı bir, belə deyim də, tutaq ki, Milli Məclisdə nəsə bir qərar verilir, yaxud qanun tərtib olunur. Bu elə bir qərar yaxud qanun olmalıdır ki, uşaqların hüquqlarına, mənafələrinə zidd olmasın. Yəni uşaqların hüquqlarını dövlət öncəliklə olaraq düşünür, belə deyim, düşünür bu siyasəti doğru düzgün yerinə yetirir. Dövlət bu haqda uşaqlar barəsində siyasəti geniş spektrdə həyata keçirir. Yəni hər hansı bir əqd bu barədə etibarsızdır. Əgər onların əleyhinədirsə uşaqların hüquqlarının dövlət orqanları da, bütün fiziki və hüquqi şəxslər də öz fəaliyyətində uşaqların hüquqlarını üstün tutmalıdır. Məsələn, buna nümunə olaraq onu deyə bilərəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəhbər heyət, belə deyim, müdiriyyət, rəhbərlik uşaqların hüquqlarını nəzərə alaraq, məsələn, 15 yaşından tez belə deyim, şəxsi işə götürə bilməz. Bu uşaq hüquqlarının tapdanması deməkdir. 15 yaşı tamam olmuş hər bir şəxs işə qəbul oluna bilər. Və bu da belə deyim, vəziyyətdən asılı olaraq dəyişir. Tutalım 15 yaşında olan bir şəxsə hər hansı belə deyim, ağır fiziki əməklə məşğul olması qadağandır. Bu da uşaq hüquqlarından belə deyim, xələl gətirə biləcək bir vəziyyətlərdən biridir. Yəni bunlar nümunə deyirəm ki, yəni bu qanunun nümunələrdir. Yəni bütün fiziki hüquqi şəxslər də dövlət orqanları kimi onlar da öz fəaliyyətində, öz belə deyim, sahəsində uşaq mənafələrini üstün tutmalıdırlar hər şeydən. Maddə 6-nı izah edək. Uşaqların hüquq bərabərliyi. Bütün uşaqlar bərabər hüquqlara malikdir. İrqi, dini, dili, yəni belə deyim, ayrı-seçkiyə məruz qalmamalıdır. Sosial statusundan asılı olaraq, maddi vəziyyətindən asılı olaraq, hansı dini mənsubiyyəti vardır, hansı dildə danışır və s. İrqi cəhətdən uşaqlar ayrı-seçkiyə məruz qalmamalıdır. Bir də məsələn onu deyə bilərəm ki, nikahdan kənar uşaqdırsa və yaxud nikahdan olmuş uşaqdırsa, onlar yenə də bərabər hüquqa malikdir. Bərabər hüquqlara, azadlıqlara malikdir. Uşağın nümayəndələri, maddə 7. Uşağın nümayəndələri valideynləri ola bilər, qəyyumları, himayəçiləri ola bilər və uşaq hüquqlarını, uşaq evlərinin müdiriyyəti, uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələri ola bilir. Maddə 7-yə qədər müəllimlər izah elədim. Əgər maraqlı olarsa, digər maddələrdə izah edərəm. Kimin nə sualı varsa yaza bilər.